Salam, yeni bir videoda hər birinizi yenidən xoş gördük. Bu videoda René Descartes-in bir yöntəmindən, metodundan bəhs eləmək istəyirəm. Hansı ki, René Descartes Meditasiyalar adlı bir kitabı var. Həmin kitabda birinci öz yöntəmindən, öz metodundan danışır. Daha sonra isə növbəti bölümdə isə öz fəlsəfi fikirlərindən bəhs edir. Bu videoda isə onun gətirdiyi yöntemlərdən danışmaq istəyirəm. René Descartes kimi filosoflar, əksər alimlər bir bilgini isbatlamaq üçün, müəyyən bir məlumatı əldə etmək üçün, doğru məlumata çatmaq üçün daha çox məntiqdən istifadə edirdilər, Aristotel məntiqindən və yaxud başqa metodlardan istifadə edirdilər. René Descartes isə həmin kitabda, Meditasiyalar kitabında deyir ki, bu alimlərin istifadə etdikləri metod çox qəliz və mürəkkəbdir. Hansı ki, məsəl üçün, məntiq elmində çoxlu qanunlar var ki, həmin o qanunların çoxluğu insanı doğru bilgiyə çatdırmaq əvəzinə yanlış nəticələrə çatdırır. Yəni, insanı beynini bir növ qarışdırır və doğru bir nəticə əldə edə bilmir. René Descartes isə bu kitabda öz 4 yöntəmindən bəhs edir, 4 metodundan bəhs edir. Həmin metodların birinci metod bir şeyin elə olduğunu bilmədən qəbul etməmək. Yəni, misal üçün, əlimizdə bir məlumat var, onun 100% doğru olub olmadığını bilmirik. Sadəcə ehtimal edirik, 70-80% ehtimal edirik ki, bu bilgi doğru ola bilər. René Descartes deyir ki, həmin bilgi 100% doğru olmadan, doğru olduğunu bilmədən onu qəbul etmək düzgün deyil. Bunu təyin etmək lazımdır. Bu birinci metod. İkinci metod isə budur ki, məsələləri hissəyə bölmək lazımdır. Yəni, əlimizdə həmin bir məlumat var, məchul bir məsələ var. Həmin məsələləri hissələrə bölmək lazımdır ki, hansı ki, mühüm hissələrdir ki, o hissələr vasitəsilə bu məsələnin doğru və yaxud yanlış olduğunu açıqlaya bilərik. Bu ikinci mərhələdir, ikinci metoddur. Üçüncü metod isə bundan ibarətdir ki, həmin o hissələrə böldük həmin məsələləri. Onun ən asanından başlayaraq ən çətininə kimi açıqlamağa çalışmaq lazımdır. Ən çətinindən, ən asandan ən çətininə doğru hərəkət etmək lazımdır. Birinci ən asan hissəsini çalışmaq lazımdır, onu çözmək lazımdır. Daha sonra hissə-hissəyə çətin hissələrinə doğru hərəkət etmək lazımdır. Bu üçüncü mərhələ idi, üçüncü metod. Ən sonuncu dördüncü metod isə, dördüncü hissə isə heç bir şeyi qaçırmadığına əmin olmaq. Yəni, məsəl üçün, bayaq dedik ki, hissələrə böldük, mərhələ-mərhələ asandan çətinə doğru hərəkət elədik və daha sonra biz əmin olmalıyıq ki, arada qaçırmadığımız bir məsələ var, yoxsa yox, ondan əmin olmalıyıq. Çünki arada bir qaçırdığımız bir məsələ olarsa, elə bir məsələ ola bilər ki, çox mühüm ola bilər və həmin o mühüm məsələ bizim gəldiyimiz yolun yanlış olduğuna gətirib çıxara bilər. Ona görə René Descartes bu 4 metoddan bəhs edir və bu 4 metodla insanın doğru bilgini əldə edə biləcəyini düşünür və daha sonra keçir bu 4 metod ilə öz fikirlərini isbat eləməyə ki, hansı ki, birinci Cogito ergo sum, yəni düşünürəm deməli varamdan başlayaraq, yəni birinci öz varlığını isbat eləməyə çalışır. Daha sonra Tanrı və digər məsələləri, digər problemləri həll eləməyə çalışır. Ümid edirəm ki, bu məlumat sizin üçün xeyirli olmuşdur. Bu günlük bu qədər. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.